Əvəz Zeynallah'ın bugün Meydan TV'ye verdiği müsahibəyə baxdım. Allah can sağlığı versin ona. Bugün deyir, əlinə qumbara keçib qumbarı ilə gəlir. Sabah minamyot keçəcək, minamyotla gələcək. Birisi gün tank keçəcək, tankla gələcək. Yəni sən bunu mu istəyirsən İlham Əliyev? Yəni sən enində sonunda sənin boğazın kəndidədir, xeyri yoxdur. Amma sən bu namussuzluğudur ki, belə davam edirsən, sənin çıxış yolun yoxdur. Sən onu çox gözəl bilirsən. Amma bu Gədənin, bu Habil Əmraslanovun, bunun məsələ deyək ki, sən indi hadəsə bəlkə qaçdın, canını qutara bildin, nəyi qutara bilsən. Bəs bu Habil ara gedəcək. Və yaxud da onun ətrafında olan, baxdım bu gün, inanın mən onu sadəcə olaraq o şeyə salmamışam. Təsəvvür edin, bu qazi yatır balnisada. İstintaqçı gəlib, sifətinə də baxırsan, görürsən ki, özünün tutduğu işdən, özünün deyək ki, özü xəcarət çəkir. Bilir ki, düz eləmir. Bilirsiniz. Gəlirlər zordan boynuna qoymaq istəyirlər ki, sən buna qol çəkməlisən və gedib türmədə yatmalısan. Dəhşət deyib, prosto bu. Mən sadəcə olaraq bu ağla sığmayan bir şeydir, dostlar. Bu qədər şərəfsizlik, bu qədər, yəni mən bilmirəm hansı sözlər demək lazımdır. Məsələn, indi bu, deyək ki, bizim görkəmli ziyalılarımız o günü, deyək ki, o siyasi məhbus olan dostları, o xanım jurnalistlərdən birinin xərçəngə tutulmasından bağlı söhbət gedir. Sonra Ərəsiyər Məmmədli falan. Mən elə düşünürəm ki, bunu nəsə bu məsələlər yəqin ki, zamanında, yenə deyirəm, bu da zamanında yəqin açılacaq. Bunu yəqin ki, özləri yayırlar. O nöqtəyir. Yoxsa başqa cür ola bilməz ki, insan deyək ki, sağlam, narahatsız bir şəkildə gedir. Bir həftədən, 10 gündən, bir aydan, bir ildən sonra deyirlər, bəs falan kəsin səhhətində problem yaranıb. Başa düşmürəm. Bu türmə nətər yerdir ki, bu sadəcə olaraq insanları təcrid edirlər hansısa, orada yaşayış şəraiti heç də adi həyatdakindən pis olmamalıdır. Amma biz bilirik bugün türmələr nə gündədir. Və biz bilirik ki, İlham Əliyev oraya ayırdığı pulları son qəpiyinə kimi yiyir və orada kimin pulu var yaşayır, kimin pulu var yaşaya bilmir. Və bunu bizim hər birimiz bilirik. İlqar Abbasov yazır ki, Kürt rejiminin Azərbaycanın xalqına qarşı soyqırımı. Bu, Allah mən bilmirəm, bunun adını nə qoysan qoy, soyqırım qoy, genosid qoy, terror qoy. Yəni, bu, mən düşünürəm ki, yəni artıq 23 il, oradan da 33 il, yəni bu elə bir mərhələdir ki, dostlar, artıq, yəni mən elə düşünürəm ki, artıq, yəni bu saat söhbət var, yəqin ki, siz xəbərlərə falanlara qulaq asırsınız da, eynən Moskvada da məhz bu söhbət gedir Putinlə bağlı müəyyən o təcridlər falanlar zadda, yəni qorunmasından bağlı, təhlükəsizliklə bağlı, yəni ətrafın necə də böyük agresiya malik olan İlham Əliyevin elə özündən siz gördünüz ki, məsələn, deyək ki, şəhərdə o boyda küçədə deyək ki, 5 nəfər o dünən şeyə baxdım, bizim Makron şəhərdə çıxıb cəmaatla yürüyüş keçirir, Marsilyoza oxuya-oxuya. Hamısı da adi insanlardır. İlham Əliyev də bütün Azərbaycan, deyək ki, Azərbaycanın nə qədər qoşunu var, töküb ətrafını kuruq alıb, kişinin oğlu şeyə çıxıb, gəzməyə çıxıb, o Xodkar qızının gəzməyə çıxması kimi yadınızdadır mı? İstanbulda Xodkar qızının gəzməyə çıxması Köroğlu dastanıdır. Sadəcə olaraq baxıram bu qazimizə, baxın, indi görün bunu dostlar. Gəlin, baxaq axıra kimi, axırda ben bunun məhz müharibədən gələndə bunu necə qarşılayırlar, o kadrlar var burada. Giriflər həkimə deyir, onsuz da biz səndən deyir, qoymuşuq, hamısı bizim əlimizdədir, sən heç bir şey eləyə bilməyəsən. Xahiş edirəm bu videomu paylaşasınız, bütün Azərbaycan xalqı görsün.